Naxçıvan Dövlət Universiteti, Türkiyənin İstanbul Universiteti, Cərrahpaşa Düzce Universiteti, Gümüşhane Universiteti, Rusiyanın Cənub Universitetinin birgə təşkilatçılığı ilə elmi konferans öz işinə başlayıb. Texnologiya sürətlə inkişaf edir və bu dəyişikliklərə uyğunlaşmaq, müasir ixtisasları mənimsəmək hər birimiz üçün vacib və zəruri şərtdir. Tələbələrin hazırladığı süni intellektli qadın Banu'nun moderatorluğunda keçirilən konferansda əvvəlcə süni intellekt və süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi ilə bağlı video şərh təqdim olunub. Onlardan cəmiyyət və bütün dünya üçün faydalanmaq bizim əlimizdədir. Axı, Sigmund Freud demiş, bu gözəl həyat təkcə bizim deyil, bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağa öyrənməliyik. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konferansı tədqiqatçılar üçün bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla yanaşı, yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platforma kimi dəyərləndirib. Elbrus İsayev qeyd edib ki, artıq universitetdə tədris olunan ixtisaslarda süni intellekt seçmə fən olaraq şaxələndirilib. Artıq ikinci dəfədir Naxçıvan Dövlət Universitetinin ev sahibliyi etdiyi konferans vasitəsilə müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək, elmi yeniliklər geniş auditoriya ilə paylaşılacaq. Həmçinin gənc tədqiqatçıları elmi fəaliyyətə təşviq edərək onların süni intellekt sahəsində daha da ixtisaslaşmasına şərait yaradacaq. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Azər Məmməd Rəhimov bildirib ki, Naxçıvan Dövlət Universiteti süni intellekt sahəsində məqsədyönlü fəaliyyətlər həyata keçirir. Universitet nazirliklə sıx əməkdaşlıq edir, tələbələrinə yeni təcrübələr qazandırır. Sərgi və konferans da öz növbəsində süni intellektin yeni idarə etmə, yeni baxış modelini zəngin proqramla ictimailəşdirir və maariflənmədə xüsusi rol oynayır. Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Professor Əli Abbasov müasir dövrdə insan həyatı fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz edən süni intellekt texnologiyalarının inkişafından bəhs edib, Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasından irəli gələn vəzifələrdən söz açıb. Professor konferansı yüksək dəyərləndirib, süni intellekt texnologiyalarının daha da inkişaf etdirilməsinə, innovasiyaların tətbiqinə və elmi ictimaiyyətin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Konferansda Türkiyənin İstanbul Universiteti, Cərrahpaşanın rektoru Professor Nuri Aydın, Rusiyanın Cənub Universitetinin rektoru Professor İmran Əkbərov, Gümüşhane Universitetinin rektoru Professor Oktay Yıldız məruzə ilə çıxış edib, universitetin intellektual yöndə təşəbbüskar layihələrə ev sahibliyi etməsini yüksək dəyərləndirib, konferansda iştirakdan məmnunluq ifadə ediblər. Çıxışlardan sonra konferansın təşkilində əməyi olanlara təşəkkürnamələr təqdim edilib. Həmçinin göstərdiyi dəstəyə görə tərəfdaşlara zəfər nişanı qarşılıqlı hədiyyələr verilib. Konferans proqramı çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti, Cərrahpaşa, Gümüşhane Universiteti, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu arasında birgə təhsil və elmi tədqiqat fəaliyyətlərində əməkdaşlıq memorandumları imzalanıb. Yapay zeka yani süni intellekt artık çağımızın yeni bir oluşumu aslında ve çok hızlı ilerliyor. Gün geçtikçe ilerliyor. Bu konferans ikinci kez düzenleniyor. Birincisi geçtiğimiz yıl yapılmış, şimdi ikincisi gerçekleştiriliyor. Ve tüm yönleriyle, etik açıdan, hukuki açıdan ve bilimsel açıdan tüm yönleriyle Naxçıvan Devlet Üniversitemizin ev sahipliğinde gerçekleştiriliyor. Biz de İstanbul Üniversitesi Cerrahpaşa olarak bu konferans içerisinde bir paydaş olmaktan büyük bir memnuniyet duyduğumu ifade etmek istiyorum. Bir il keçən konferansdan görürsən nə qədər irəliş var. Biz bugün gözəl bir sərgiyə baxdıq. Biz bugün Naxçıvan Dövlət Universiteti tələbələrinin özlərinin tətbiq elədikləri süni intellekt proyektlərini gördük. Bu da deməkdir ki, universitetdə nəinki elmlə məşğul, nəinki tədrislə, həm də bu elmi tədris kompetensiyalarını konkret təcrübə reallığına oraya gətiriblər. Mən elə gəlir ki, belə adımlarla getsə inşallah Naxçıvan Dövlət Universiteti bir zaman bu Naxçıvan Respublikasında yaradılacaq mənim fikrimcə bir yüksək texnologiya vadisinin bir başlanğıc olacaq. Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzaladıq və belə qərara gəldi ki, müqavilənin əsas istiqamətini alimlərlə gənclərin süni intellekt sahəsində xüsusən yetişdirilməsində rolunu vurğulayaraq xüsusi bir proqram hazırlayacaq. Bu da bizim alimlərin o gördüyü işlər, onların verdiyi töhfələri və gənclər anlasın və bundan sonra da birlikdə davam etdirək. Bu konferans və konferansdan əvvəl Naxçıvan Dövlət Universitetinin tələbələrinin sərgilədiyi innovativ yeniliklər, startaplar
həqiqətən də Naxçıvan Dövlət Universitetində süni intellektin inkişaf etdiyini, tədris olunduğunu və laboratoriyada yeni startapların yaranmasının bariz nümunəsi idi. Və həmçinin qeyd etmək istəyirəm ki, biz Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi olaraq Naxçıvan Dövlət Universiteti ilə tələbə mübadiləsi həyata keçiririk. Belə ki, Naxçıvan Dövlət Universitetinin tələbələri praktiki olaraq öyrəndikləri bilikləri deməli Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin strukturuna daxil olan tabelindəki qurumlarda əyani olaraq tətbiq etməyə başlamışlar. Bugün 200-dən artıq bu konfransa məqalələr qəbul olunub. Bu məqalələr Təşkilat Komitəsi tərəfindən qiymətləndirilib, uyğun məqalələr qəbul olunub və inanırıq ki, cəmiyyətimiz, təhsilimiz üçün önəmli olan bir sahənin bu konferans vasitəsilə biz daha mühüm inkişafına nail ola biləcək. Hesab edirəm, uğurlu bir təqdimat oldu və biz işimiz Milli İnkişaf Strateji Plana uyğun olaraq da süni intellektlə bağlı cəmiyyətin maarifləndirilməsidir. Məncə burada ali təhsil müəssisəsinin üzərinə böyük iş düşür və burada bugün bizim bütün bakalavr, magistr, doktorantlar dünya müxtəlif ölkələrindən, ölkəmizin bütün ali təhsil elmi tədqiqat institutlarından dəvətimizi qəbul edib gəlmiş məruzəçilərin çox maraqlı çıxışları və materialların nəşri, elə bilirəm ki, universitetdə süni intellekt ekosisteminin yaradılmasına və inkişafına mühüm töhfələr verəcək. Konferans öz işini bölmə iclasları ilə davam etdirib. Kifayət Mahmudova, Atabey Səyyad, Rahib Bağırov, NTV Xəbər.